Salam, hər birinizi xoş gördük. Əziz müəllimlər və abituriyentlər, mən Şəlalə İbrahimova. Sizə söz verdiyim kimi, hər bir bioloqun diqqətindən yayınan mövzuların davamlı olaraq imtahana qədər çəkilməsi məqsədi ilə bugünkü mövzumuz çoxəlillikdir. Siz də mənimlə razılaşarsınız ki, bu mövzu bioloqların diqqətindən bir qədər kənarda qalan mövzudur. Yəni bir qədər genetikada geniş yer verilməyən mövzudur. Ən çox da bax bu dovşanların fenotip rəngi. Yaxşı olar ki, abituriyentlər bu diqqətimizdən kənar qalan mövzulara təkrarlayaraq, xatırlayaraq imtahana getsinlər. Beləliklə, biliklərimiz artıq var, bazamız artıq var, formalaşıb, sözsüz. Lakin diqqətimizdən kənar qalan mövzuları bir qədər xatırlayıb imtahana getmək sizin üçün faydalıdır. Gəlin baxaq. Birinci yadımıza salaq ki, bu çox allellik nədir? Çox allellik, homoloji xromosomlarda olan allel genlərin 3 və daha artıq formasının yaranması çox allellikdir. Baxın, dovşanlarda çox allelliklə əlaqədar olaraq tükün rəngi 4 müxtəlif allel gen tərəfindən idarə olunur və bu allel genlərdə 4 fenotipin yaranmasına səbəb olur. Və allel genləri bizim üçün verib C1, C2, C3, C4 bu formasında allel genləri bizə təqdim edib. Biz nəyi xatırlamalıyıq? Xatırlamalıyıq ki, bu dovşanlar diploiddirlər. Diploid xromosom yığımına malikdir və allel genlərin hamısı, yəni 5-i də, 4-ü də gəlib bir genotipə düşməyəcək. Allel genlər cüt-cüt formada düşəcək. Deməli, məsələn, diploid formada düşmək nə deməkdir? Bax, belə ola bilər. C1, C2 ola bilər, məsəl üçün. C2, C3 ola bilər və ya C2, C2 ola bilər, C3, C3 ola bilər. Yəni, diploid xromosom yığımı düşəcək genlərə. 4-5 gen birdən düşə bilməz. İndi biz nəyə fikir verməliyik, nəyə diqqət yetirməliyik? Bu genlərdən hansı dominantdır, hansı çox olsa, hansı rəng yaranacaq? Bax, bunlara fikir verməliyik. Mən öz bilgimi sizinlə paylaşıram. Əgər bu barədə kitablarda da məlumat çox azdır. Əgər sizin bilgiləriniz üstündürsə, fərqlidirsə, buyurun kommentlərdə bölüşün. Bildiyimə görə, bax bu genlərin içərisində C2 geni C3 genindən dominantdır, daha üstündür. O isə C1 genindən, o isə C4 genindən. Bax, burada dominantlığın üstün olması əks olunub. Türk ədəbiyyatlarına da mən müraciət elədim ki, görək orada vəziyyət necədir? Çünki bizim kitablarda bu barədə məlumat çox azdır. Gəlin baxaq, görək Türk ədəbiyyatlarında bizə necə verilir? Türk ədəbiyyatlarında bu dovşanların genotipinin təyin olunması bax bu cür verilir. Böyük C genlərini onlar qara rənglə işarələyir. Sonra ikinci dominant əlamət kimi boz göstərirlər və boz rəngin genotipini bu formada verir. Sonra bizə ağ rəngi verir. Ağ deyəndə ağ və qulaqları qara olan dovşanı verir və onu Himalay dovşanı kimi göstərir. C genini isə nə cür? Ağ rəngli dovşan kimi isə resesiv əlaməti bizə göstərmiş oldu. Bu bilgilərlə biz ən azından hansının dominant, hansının resesiv olduğunu bildik. Lakin siz də mənimlə razılaşarsınız ki, bu qədər biologiya test vəsaitlərinin içərisində sırf bu ada dovşanlarının 4 fenotip rəng genini idarə edən çox allelliyə aid məsələ həllərimiz yoxdur. Sizin də əlavə bilgiləriniz varsa, buyurun kommentlərdə bu dovşanların tük rəngləri ilə barədə məlumatlarınızı bilimlə bölüşün. Çox allelliyə aid növbəti bir misalı xatırladaq. Bu qan qruplarının təyinidir. Çox allellik insanın qan qruplarının təyinində də əsas rol oynayır. Qan qrupu autosom xromosomda yerləşən allel genlərlə idarə olunur və insanın autosom xromosomlarında yerləşən 3 dənə allel gen qan qrupunu müəyyənləşmədə rol oynayır. 0 geni, A geni və B genidir. 0 geni resessivdir, A və B genləri isə dominantdır. Bu 3 genin nəticəsində insanda 4 fenotip meydana gəldi və 6 genotip. 4 fenotip deyəndə nəyi nəzərdə tutur? Birinci qan qrupunu, ikinci qan qrupunu, üçüncü və dördüncü qan qruplarını bizim fenotipləri olaraq nəzərdə tutulur. İndi genotiplərə baxaq, görək genotiplər niyə 6 oldu? Genotipləri yazırıq. Baxın, A0, B0, A burada AA olmalıdır, düzəldək onu.
AB formasında göstərmiş olduq. Beləliklə, biz qan qruplarının 4 fenotipini, 6 genotipini nəzərə aldıq. Bəs mən hardan bildim ki, 0 resessivdir, A və B isə dominantdır? Baxın, 0-0 olanda o özünü biruzə verir. Yəni, birinci qan qrupu kimi özünü göstərir. A0 formasında isə A-nın yanında 0 geninin əlaməti itirir, ona görə ikinci qan qrupu olur. B-nin yanında gələndə isə yenə 0-ın əlaməti itir və üçüncü qan qrupu. A və B birlikdə gələndə isə hər ikisi dominant olduğuna görə yeni bir qan qrupu meydana gəlmiş oldu. İnsanın qan qrupundan başqa rezus amili də var. Rezus amili qan plazmasında olan zülaldır. Qan plazmasında olan zülal varsa insanlarda bu müsbət rezusdur. Müsbət rezusun genotipini adətən baxın böyük yer ya da böyük yer formasında qeyd edirik. Mənfi rezusu isə kiçik yer formasında qeyd eləmiş oluruq. Çox sevindirici bir haldır ki, dovşanların tük rənginə aid məsələ nümunəsi olmasa da, insanın qan qruplarına aid məsələ həlli kifayət qədər var. Gəlin elə bu məqsədlə də biz bu məsələlərdən bəzilərinə baxaq. Verilənlərdən biri doğru deyil deyir. 4-cü qan qrupu olan valideynlərin ikinci qan qruplu övladı ola bilərmi? Baxaq, A və B yazıramsa, ikinci qan qrupu nə formasındadır? A formasındadır. Bəli, 4-cü qan qrupu olan valideynlərdə ikinci qan qrupu olan uşaqlar dünyaya gələ bilər. Mən doğru olmayanı axtarıram. İkinci və üçüncü qan qruplu valideynlərdən 4-cü qan qrupu yarana bilərmi? Biz bilirik ki, ikinci və üçüncü qan qruplu valideynlər heteroziqotdursa, yəni A0 və B0-dırsa, bəli, onlardan AB qan qrupu yarana bilər. Birinci və dördüncü qan qrupundan, deməli, üçüncü qan qrupu yarana bilərmi? Əlbəttə, 0-0 kimi işarələsəm, dördüncü qan qrupunu da AB kimi işarələsəm, buradan B0 qan qrupu sözsüz ki, yarana biləcək. Üçüncü qan qruplu valideynlərdən bəs birinci qan qrupu yarana bilərmi? Bəli, siz onu B0 kimi işarələsəz, onlardan 0-0 qan qrupu yarana biləcək. Ən nəhayət Y bəndinə gəlirik. Birinci qan qruplu valideynlərdən 0-0 kimi işarələsəz, ondan heç ikinci qan qrupu yaranarmı? AA ya A0? Deməli, burada Y bəndi düzgün olmayan bənddir. Rezus amilinə aid də bir məsələ həll eləyək, xatırlayaq. Siz artıq bunları bilirsiniz. Mən sizə sadəcə xatırladıram ki, diqqətinizdə olsun. Bu tipli sözlər, çox allelliyə aid məsələlər. Müsbət rezuslu valideynlərdən müsbət rezuslu uşaq doğula bilərmi? Baxın, əgər valideynlər böyük yerdirsə, sözsüz ki, bunların uşaqları da böyük yer olacaq. Müsbət və mənfi rezusdan mənfi rezuslu doğula bilərmi? Böyük yer, kiçik yer və kiçik yer götürsəz, bəli, buradan mənfi rezuslu uşaqlar doğula bilər. Yenə müsbət və mənfi rezusdan müsbət rezuslu doğula bilərmi? Bəli, doğula bilər. Çünki böyük yer, kiçik yer yaranarsa müsbət. Müsbət rezuslu valideynlərdən mənfi rezuslu uşaq doğula bilərmi? Bəli, burada mənfi rezuslu uşaq doğula bilər. Bəs iki mənfi rezuslu valideyndən müsbət rezus yarana bilərmi? Kiçik yerləri bir-biri ilə çarpazlaşdırsam, burada böyük yer, kiçik yer yaranma ehtimalı ya da böyük yer yaranma ehtimalı yoxdur. Demək, doğru olmayan bənd Y bəndidir. Növbəti məsələyə keçək. Nə üçün buna müraciət eləmişəm? Bugünkü mövzumuz çox allellikdir, sözsüz ki, amma demək, kommentlərdə bir nəsil ağacı da zəhmət olmasa deyin dedilər və bu səbəbdən də mən həm nəsil ağacı olsun, həm çox allelliyə aid bir məsələ olsun deyə bunu yazdıq. Bunu seçdik. Gəlin baxaq, çətin məsələ deyil. Doğru fikirləri seçməyimizi istəyir bizdən. Və bizdən ikinci qan qrupu olduğunu bilirik. Yəni, atanın artıq ikinci qan qrupu olduğunu bilirik və övladlara baxırıq. Ananın qan qrupu bizə verilməyib. Övladlara baxıram, A var, hamısında baxın A var. Bu A-nı kimdən almış olacaq? Atasından. Amma baxın, B və 0 genləri görürəm. Demək ki, burada anası B və 0 qan qrupludur. Və mən bu evladı təyin edeyim. A ilə B0-ı çarpazlaşdırıram. Nə ala bilərəm? A0 ala bilərəm, AB ala bilərəm.
başqa bir qan qrupu ala bilmərəm. AB verib, AB verib. A0 bu övladda ola bilər, A0 qan qrupu olma ehtimalı olsun. Və məndən soruşur ki, X-in qan qrupu valideynləri ilə yaxud da ki, bu evlad AB qan qruplu da ola bilər. Hər iki ehtimal ola bilər. X-in qan qrupu valideynləri ilə eynidir. X-in qan qrupu valideynləri ilə eynidir. Bu ehtimalı götürə bilərəmmi? Baxın, A0 götürürəmsə mən bu uşağı, valideynlərdən birinin qan qrupu ilə eynidir. İkinci qan qrupudur da atası. X-in qan rezusu valideynlərlə eynidir. X-in qan rezusuna kiçik yer yazıb. Valideynlər isə necə idi? Baxın, böyük yer görürəmsə, deməli valideynlərin qan qrupu heterozigot rezusludur. Baxın, heterozigot rezus olaraq qeyd elədim. İndi yenə ikinciyə qayıdıram. X-in qan rezusu valideynləri ilə eynidir. Bu doğru fikirdirmi? Mənfi qan rezusludur, valideynlərin heç birində mənfi rezus yoxdur. X heterozigot genotipli olan qan qrupudur. Bəli, istəyir AB olsun, istəyir A0 olsun, X heterozigot genotipli ola bilər. X homozigot genotipli qan qrupudur. Xeyr, hər iki ehtimalda homozigotluq mümkün deyil. X-in qan rezusu digər uşaqlar ilə eynidir. Qan rezusu mənfidir, digər uşaqlarda isə müsbət göstərilib mümkün deyil. X-in qan qrupu digər uşaqlarla eyni ola bilər. Baxın, istəyir AB olsun, istəyir A0 olsun, qan qrupu digər uşaqlarla eyni ola bilmə ehtimalı var. 1, 3 və 6 bənd olaraq seçə bilərik. Və diqqətdən kənar qalan digər bir mövzumuza baxaq. Çox qısa balaca bir hissəni əhatə eləyir. Yaxşı olar ki, bu mövzunu da təkrar eləyək, sonra imtahana gedək. Yəni, bu qısa metrajlı videoları baxaraq siz heç nə itirmirsiniz. Tam əksinə, sizin diqqətinizdən kənar qalan mövzuları təkrarlayaraq imtahana getmiş olacaqsınız. Pişiklər göstərilib. Biz də bilirik ki, pişiklərdə rəngi təyin eləyən gen X xromosomla ötürülür. Və X xromosomla ötürülürsə, baxın, böyük B geni bizə qara rəngli pişiyi verir. Zaten burada yazılıb, böyük B geni qara rəngi olduğunu göstərir. Dişilərdə X böyük B, kiçik B verərsə, bu nə olur? Alabula rəngli pişiklər olur. Əgər X kiçik B-lər verilərsə, bu sarı rəngli dişilər olur. Bəs nə üçün erkəklər alabula rəng ola bilmir? Səbəb odur ki, erkəklərdə bir dənə X xromosom var. Onun üzərində rəng təyin eləyən gen B ya dominant olacaqsa, bu zaman bu pişik nə rəngi olacaq? Qara rəngi olacaq. Resessiv olarsa, rəng təyin eləyən gen X xromosomun üzərində sarı rəngli pişik olacaq. Hər hansı bir fərdin alabula olması üçün onun 2X-inin olması vacibdir. Məhz bu səbəbdən də erkəklər alabula rəngi ola bilmirlər. Onlar ya qara rəngi olur, ya da sarı. Dişi pişiklər isə qara rəngdə ola bilirlər, alabula rəngdə ola bilirlər, sarı rəngdə ola bilirlər. Beləliklə, biz diqqətdən kənar qalan mövzuları qısa bir xatırlatma elədik. Video sizə faydalı olacaq inşallah. Diqqətiniz üçün təşəkkür edirəm.